Sen yine yatmışsan burada sen. Dur da burada. Bezdirmişsən sən mənə bax. Dur da ayağa, dur. İyi gəldi səndən. Bezdiribsən məni, dur. Davay. Dur, gəl. Reaksiya vermədi. Dur, yeri. Yeri. Dur. Sən yenə burada, ha sən? Sən demədin burada oturma. Sadəcə durmuşam da, mən burada nə edirəm, sənə nə olur? Bezdirmişsən sən laf mənə. Ne oldu? Ne oldu? Heç sən oturub söhbət edirsən. Neye oturup sohbet eləmək olar? Sağ ol. Ne oldu? Ne məsələdir? Ne problemin var? Mən sadəcə qabları yığıram buradan, yəni boş zibil qabından zaten qabları yığıram. Gəlir deyir ki, tuşanımızı bildirsən, amma heç nə eləməmişəm. Yəni yolumla gedən adamam. Skameyka qoyublarsa insanlar oturmağı üçün nəzərə tuturlar. Əlində yeri zibillənmiş şey, yerdə bir şey atmıyor ki, sənə mane olmur. Söz demədim, sadəcə dedim ki, çayzaq gətirim sənə də köməkli eləmək istədim ha. Ayağa dur. Sən çay gətirmək istəsən gətir çay qoy da. Yəni bu sənə köməkli olsa elə. Sən gəlib tədbir eləməyə, təpiyi vurmaq əlindəkinə sən köməkli eləmirsən. Yəni biz zarafatlaşırıq, narahat olma. Arkadaş tanıyırsan zarafatlaşırsan. Zarafat eləyirsən mən. Həqiqəti Allah bilir, amma ki heç nə. Kiminsə əlindən Heç sözüm yoxdur deməyə. olmaz axı. Obyektin gəlsən, bizim oturumuzda ki, sən köməkli eləyim burada, çayzaq verim. Bu qardaş yəqin saflaşır. Ay qardaş, sən çay verəninə təpiyib çay verirsən. Ayağım dəydi, məsələn. Ayağım dəymədi, sənə gördüyüm o ki, təpiyi vurmağım. Normal insanlar oturan yerdə Təhqir eləməyib səni. Yox. Söyməyib. Yox. Vurmayıb səni. Yox, vurmayıb. Geçsin də məşğul. Çox sağ ol qardaş. Heç nə qardaş, mən özüm rayondanam. Anam xəstədir. Burada belə Bakıda uzaqda qalıram Kirədə. Burada biraz bürgülədim, yuxum gəldi. Gəldi dedin, dükanımı batırırsan belə elə. Yəni belə söz söylüyor. Yox, vurmayıb mən amma. Qalmağa yerin zadım var. Uzaqda qalmağa yerim var. Burada biraz bürgülədim. Başım gizəlləndi. Halım Para yox. saparmaq lazımdır günlərə. Yox, elə qab yığıram buralarda. Prosta halım yox idi biraz. Sən buralarda qalırsan yəni. Yox, biraz uzaqda qalıram. Prosta burada qab atıqları daha çox olur. Ona görə dedim burada biraz yığım, günlük alverim olsun da. İki işdə işləyirəm. Dedim həm bununla boş vaxtım da boş getməsin də. Başa. Ən azından çalış insanların kütlü olan yerində ol ki, belə insanlar gəlib sənə mane olmasın. Biz də mane olmaz buradayıq. Nə olsa gördüm soruşdum özündən də ki, nəsə ziyan vurmayıb, nəsə eləyibsə aparaq tədbirini görsünlər. Yox, əgər eləməyibsə vurmayıb məni. Sadəcə belə deyir ki, mənim dükanımın yanında dayanma. Çox gəlməz. Burada sən də sən, hə? Hə, buradayım, biraz istədim uzanım, dincəlim burada. Otur istirahət elə bir 5 dəqiqə getmə sonra gəl, yaxşı? Yaxşı. Çox sağ ol, var olasın.